arzulayan insanlar çatmır. O öldü getdi, sən evində oturur, sən evində yaşayır, sən çörəyini yeyir. Sən nəyvə lazım? Kim sağdı, ölüdü? Nəyvə lazım? Nə qədər pitnimiz, nə qədər qəlbi qara insan olaraq bu insanlara ölüm arzulayan insanlar. Bu sizin əzizlərinizə ölüm arzulasları xoşunuza gələr. Sonra da itirirsiniz anavızı, bacınızı, oturub deyirsiniz biz kimə nə elədik? Qəfil anam getdi, qəfil balam getdi, qəfil bacım öldü, qəfil ərim öldü, qəfil nəslim tüküşüm. Hamısı qəfil bunların nəticəsində. O qədər girib ona buna ölüm arzulursunuz ki, Allah əzizinizin başına gətirir. Qəfil. Niyə deyirsən ki, niyə də bax, qayğır sahibi Allah başına gətirir? Vallahi düz deyirəm. Allah haqqı düz deyirəm. Kiminsə ölümün gözləyəcəksiniz, Allah evinizdən çıxardacaq. Niyə elə edirsiniz ki? Kiminsə ölüm arzulayanda sizə nə olur? Özləri üzərinə düşməndirlər az bunlar. Xəstə güc. Qəfil, qəfil, qəfil. Özün öl, canlı ölsün. Mən niyə ölürəm? Az cavanam. Elə bilir, mən ölsəm gəlib bunlar mənim uşağıma baxacaq. Öləndən sonra da videolar paylaşırlar. Can, Dilacı olsa da yaxşı qız idi. Ay ay əmət eləsin. Can, uşağı anasız acı. Var axı bizlərdə elə şey. Can, can, can. Çatana qarğış edirsən. Gör, bunun başı işləyir. Ay xanım, mənə qarğış edir, mən də cavabını verirəm. Gəlmişəm evə. Allah şəfa versin anova. Görürəm, anon dirilib oturub divanda. Dinən hə. Mən də deyirəm, ay xala, dirildin, bəs sən ölürdün axı. Həmin o divanda mənim ağzıma pox qoyarsan, yoxsa yox, sual verirəm sənə. Sual verirəm sənə, həmin o divanda mənim ağzıma pox qoyarsan, yoxsa yox. Sual verirəm də, hamınıza sual verirəm. Gəlmişəm evvizə, xəstəviz sağalıb oturub. Mən də deyirəm ki, ölmüşdün, bəs nə oldu, dirildin? Neyniyərsən mənə? Yox, mənə neyniyərsən? Elə bil o divanda anon oturub, deyirəm ki, ölmüşdün, dirildin. Adi bir sual verirəm, bax. Mənə deyirsiniz, niyə əsəbləşirsən ki? Mənə əsəbləşirəmsə, özümü mənim yerimə qoy, o sözü sənə deyirəm. Xəstən dirilib, deyirəm, dirildi, ölürdü, axı, nə oldu? Neyniyərsən? Neyniyərsən? Cırarsan, məni?